Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Qrupa göndərdiyim testin izahlarına baxaq. Birinci sualda bizdən soruşur ki, bir dəqiqə üzr istəyirəm, qələmi götürək. Doğru fikirləri tapmağımızı istəyir. Deyir, dünyada fatih olmaz, zülümkarlıq, rəzalət. Yeryüzünün fatihi ədalətdir, ədalət. Baxırıq 5-dən söz sırası deyir pozulmamışdır. Yəni mübtəda öz yerində, xəbər öz yerində işlənib deyir. Baxıram, dünyada fatih olmaz, zülümkarlıq, rəzalət. Zülümkarlıq, rəzalət dünyada fatih olmaz. Söz sırası pozulub, bu deyir ki, pozulmuyub. Ona görə 5-ci fikir yanlışdır. Bizdən doğrular istəyir. Gedəcək bu variantlar. Sonra həm ismi, həm də feili xəbərli işlənmişdir. Fatih olmaz, feili xəbərlidir. Yəni feilin sualını verirəmsə, feili xəbərlidir. Ədalətdir, bu da ismi xəbərlidir. 4 olan variantları saxlayırıq. O da cavabımız qalır 2, 3, 4. 2-də deyir ki, yer zərfliyi, yerlik halda olan isimlə ifadə olmuş. Harada, dünyada. İsimdir, cümlədə zərflikdir. Aha, düzdür. İsim birləşimi mübtəda rolunda işlənmişdir. Ədalətdir, nə? Yeryüzünün fatihi. Bu da düzdür. Həm ismi, həm də feil xəbər işlənmiş, bu da düzdür. Həmcins mübtəda və həmcins xəbərlər işlənmişdir. Fatih olmaz, nə olmaz? Zülümkarlıq və rəzalət. Həmcins mübtədalar işlənib, ədalətdir, ədalət. Burada həmcins xəbər yoxdur. Yəni sadəcə təkrarlanan sözlər var. Ona görə cavabımız olacaq 2, 3, 4. Qeyri-müəyyən şəxsi cümlələr deyəndə uşaqlar, bunun strukturu, xəbəri, cümlə xəbəri yalnız 3-cü şəxsin cəmində layihələri olacaq. İçərisində mübtəda olmayacaq. Təsəvvürümüzdə onları artıracağıq və iş bir qrup onlar tərəfindən yerinə yetiriləcək. Ona görə də baxırıq, A variantında qaranlığa daş atmazlar. Atmazlar nəyi? Daşı. Haraya, nəyə? Qaranlığa. Daha doğrusu nəyə? Qaranlığa. Qırıq-qırıq gedəcək. Burada fikir hamıya aiddir. Yəni tək onlara aid deyil. Bu cümlə ümumi şəxsi cümlədir. O dövrdə Qafqaz mətbuatından çox yazırdılar. Yəni bunu hamı yazmaz. Yəni bir qrup onlar yaza bilər. İçərisində mübtəda yoxdur. Nədən? Qafqaz mətbuatına. Nə zaman? O dövrdə. Deməli, elə cavab B-dir. Bəzi insanlar tanıya bilirlər. Kim? İnsanlar. Bu tərəfi müəyyən şəxsidir. Elə bu tərəfi də, yəni sadə cümlədir. Pozar, nə pozar? Bazar. Bu ümumi şəxsidir. Keçənə güzəşt deyərlər, hamı deyər, onlar deməz tək. Bu da ümumi şəxsidir. Cavab olacaq B variantı. Növbəti sualımız hansı cümlədə həm tabelik, həm də tabesizlik bağlayıcı işlənmişdir? Buna görə də biz nə etməliyik? Tanımalıyıq bağlayıcıları, tabeli, tabesiz olmasını bilməliyik. Deyir, hərçənd qar yağır, lakin hava soyuq deyil. Hərçənd tabeli bağlayıcısıdır, lakin qarşılaşdırma, yəni hərçənd tabeli, lakin tabesizlik bağlayıcısıdır. Ona görə cavabımız olacaq A variantı. Bu çox da çətin deyil. Doğru fikirlər istəyir bizdən. Həm əsas, həm də köməkçi indiksiyası kimi işlənə bilir. Baxaq, ötəri sözü uşaqlar, bir var ötürü, bir var ötəri. Ötəri ancaq bu formada zərfdir, ötürü də ancaq bu formada qoşmadır. Məsələn, deyir, səndən ötürü darıxıram, səndən ötəri darıxıram, yox. Məsələn, ötəri baxmaq, necə baxmaq, nə cür baxmaq, orada zərfdir. Bir var xeyir, bir var xeyir. Bu formada xeyir yox deməkdir. Bu formada xeyir, xeyir fayda deməkdir. Bu paronim sözlərdir, olmaz. Yəni 1, 2 olan variantlarımızı çıxacağıq. Ay sözü həm göydəki ay isim, həm nida ola bilər. Olacaq. Ancaq həm bağlayıcı, həm də ədat ola bilər. Ancaq biz yalnızla əvəz edə biliriksə, ancaq sənə inanıram, yalnız sənə inanıram. Olacaq ədat. Amma lakin deyə bilirəmsə, dedim ancaq eşitmədi, lakin eşitmədi, olacaq bağlayıcı. Götürürəm. Yəni, sual cümləsi formalaşdırarsa, ədatdır. Yəni, sən bunu bilmirsən, bu formada olacaq ədat. Amma desəm ki, dostumu, yəni əlini gördüm. İzah edəcəksəm, aydınlaşdıracaqsa bağlayıcıdır. 3, 4, 5. Gəlirik davamına, baxırıq. Hara getdi davamı? Çoxaltma dərəcəsində deyir və düzgün. Şolar 2 şərt istəyir bizdən. Sifət olacaq,
çoxaltmada olacaq və düzgün yazılacaq. Çovğun gecə dümdüz edir yer üzün, qarışığı gündüz edir yer üzün. Deməli, dümdüzü burada səhv yazılmasını görməyin, fikir verməyin. Bu, etməklə birləşib dümdüz etmək mürəkkəb feildir. Heç burada çoxaltma dərəcəsi yoxdur. Açıq-aşkar danış. Burada feilin önündə bu açıq-aşkar zərfdir. Ümumiyyətlə, açıq-aşkar sifət də olsa adi dərəcədə olacaq. Açıqdan sonra rəng bildirən gələrsə, açıq sarı. O formada dərəcə azaltma olar. Belə yox. Uşaq balaca, 50 bu adi dərəcədir. Açıq qırmızı düz yazılı və azaltma dərəcəsindədir. Bəli, qıpqırmızı cavabımız olur E variantı. Morfolojisindən çoxalıb. Tabesiz mürəkkəb cümləni istəyir bizdən. Yəni tabesizdə tərəflər ayrı-ayrı cümlələrdən ibarət olacaq. Yəni biri digərindən asılı olmayacaq. Əsir külək tökürdü nəyi? Ağacların yarpaqlarını hara? Yerə. Tökən nədir? Külək. Əsən nədir? Külək. Burada həmcins xəbərlər bir mübtədəyə bu bağlandı və sadə cümlədir. Şöyle vergül olan hissədə sağda görsəniz, sasə, sağda, sabelə bilin ki, tabeli mürəkkəb cümlədir. Qonaqları süfrəyə dəvət etdilər. Kim onlar? Bura qeyri müəyyən şəxsi cümlədir. Əyləşdi. Kim? Hamı. Burada müəyyən şəxsi sadə cümlədir. Bir üstəgəl bir bərabərdir ki cümlə. Bu olacaq tabesiz mürəkkəb cümlə. Yəni cümlənin biri digərinə tabe deyil. Mən buranı desəm, dayansam, o biri davamı istəməyəcək. Deməli, cavabımız C-dir. Hərgah bilirik ki, tabelik bağlayıcısıdır və o ancaq olur tabeli mürəkkəbdə. Sağda varsa tabeli mürəkkəbdir. Elman deyir, gəldi, sonra müşahidə etməyə başladı Elman. Həmcins xəbərli sadə cümlədir. Fərman çalışqanlığı sayəsində qazancını gündən-günə çoxaldırdı. Əsasında deyir, klasteri tamamlayın. Cümlədəki feilimizi soruşur. Çox sözün kökü çoxalmaq, çoxaltmaq, çoxaldır idi. Uşaqlar deyir, həmişə şəxs onluğu deyil. Yəni orada d-nın üstünə maq artıra bilsəz, çoxaltmaq. Deməli, t üstəgəl ır olacaq. Feilimizlə bağlı deyil. İşin keçmişdə icra olunduğunu, məlumatın isə indi verildiyini bildirir. Bəli, demək istəyir ki, indiki zaman şəkilsi var və idi hissəci ilə işlənib. Bu doğrudur. Kökü saydı, ancaq feildən düzəlib. Düzəlib, yaranıb deyəndə sonuncu leksikdən əvvələ baxacağıq. O da doğrudur. Kökü çox saydı, çoxalmaq feilindən çoxaltmaq düzəlib. Bunu da götürəcəyik. Üçüncü şəxsin təkinin şəxs onluğu dır-dirdir. Yəni bu sözdə dır-dir işlənməyib. Ona görə bu səhvdir. Xəbər şəklində şuhudi keçmiş zamandadır. Xəbər şəklindədir, indiki zamandadır. Çünki zaman varsa xəbərdir. Ancaq şuhudi keçmişdə deyil, idi hissəci ilə işlənib. Bu da gedəcək. İdi hissəci ilə işlənib düzdür. Qayıdış növün şəkilsi uşaqlar ı üstü 4, ın üstü 4 və n-dır. Yəni biz bunu tapsaq və məzmun da işi öz üzərində icra etsə, məsələn, ürək döyündü, o zaman qayıdış deyəcək. Burada yoxdur ki. Ədatlardan sonra deyir, vergül işarəsi qoyula bilməz, əsasən qoyulmaz, ancaq təsdiq inkar ədatlarında qoyula bilər və ya ədatdan sonra modal söz, xitab gələrsə, ara söz gələrsə və hansısa bir nida gələrsə, məsələn, qoyula bilər. Burada da təsdiq inkar ədatı var. Bəli, hə, yox, xeyr. Bunların vergülü xitabdakı kimidir. Əvvəldə özündən sonra vergül qoyulacaq. Bəli, baba dərviş, sizdən çox razı qaldım. Hətta bu xitab gəlib, yəni xitabın da vergülü olur və bəlinin özünün də vergülü olacaq. 9-cu suala baxırıq. Şöyle yanlış fikri bizdən istəyir. Dayanacaq sözü başlanğıc formada əşyanın adını bildirir. Yəni demək istəyir ki, isimdir başlanğıcda. Dayanmaqdan dayanacaq başlanğıcı leksikə qədər. Yəni astanovka mənasında isimdir və bu düzdür. Yazısı sözü inkar şəkilsi qəbul edərsə, təsriflənən demək istəyir ki, lazım şəklidir. Biz də bilirik ki, lazım şəkli olanda feili biz inkar da işlədə bilmirik mamə ilə, inkarlıq şəkilsi ilə. Sadəcə deyillə işlədəcəyik. Ona görə cavab B-dir, yanlış istəyir. Oxuyaq sözünün tərkibində 2 qrammatik şəkilçi işlənibsə, gələcəkdə icra ediləcək işin arzu, yəni qısacası arzu şəklində olmasını bildirir.
Oxu, oxuya, oxuyaq. Bu düzdür. Gəlirlər indiki zamandadır, xəbər şəklindədir, düzdür. Gəlirlər yazılacaq, gəlirlər deyiləcək. Qocalar iki müxtəlif hissəsi kimi düşünürlər. Bəli, bir, qocalar gəldilər, sifətdir, isim müxtəlifini daşıyacaq. Bir də deyirəm ki, babam qocalar nə edər? Qoca, qocalmaq, qocalar. Bu da düzdür. 10-cu sual. Hər hansı bir cümlədə köməkçilik hissəsi olan nida işləmişdir. Bu cümlə haqqında hansı fikir yanlışdır? Cümlə bütün hallarda nida cümləsidir. Yanlışdır uşaqlar. Sonunda nida işarəsi qoyulan cümlələr nida cümləsidir. Köməkçi nitq hissəsi işlənən cümlələr nida işlənənlər yox. Çünki köməkçi nitq hissəsi olan nida sual cümləsində işlənir. Ah qızım, sən bunu necə etdin? Bax, ah orada nidadır. Sual cümləsində işləndi. Bu səhvdir. Müəyyən şəxs ola bilər, bəli. Cümlə sual cümləsi ola bilər, bəli. İsmi xəbərli ola bilər. Ah, necə gözəldir. Cümlənin xəbəri əmr şəklində olan fe'l ifadə olur. Sən bunu məsələn, sən bunu, o bunu yazmasın. Əmr şəklində də olar. Yəni hamısında işlətdik. Deməli, səhv odur. Asılı tərəf uşaqlar birinci tərəfdir. Düzəltmə sifətinə ifadə olunacaq. İsim birləşmə olacaq. Maral isimdir. Dərin sadədir. Sarı sadədir. Yaxşı sadədir. Yağlı, görkəm, görkəmli, qabaqcıl. Asılı tərəflər düzəltmə sifət olmuş olur. Birləşmədir. Uşaq haqqında, fonetik təhlilində doğrunu istəyir bizdən. Deyil yazışı ilə deyişi fərqlənmir. Niyə fərqlənmir? Burağı olacaq, sait gəlib deyə alınmadı, milliyə tabedir, səhvdir. Ahəngə tabe deyil, tabedir. Ğı samitinin kar qarşılığı xıdır. O da bu sözdə işlənməyib. Çünki özündən sonra sait gəlib deyə qı olacaq. Saitlərin hər ikisi qalın dodaqlanmayandır, u dodaqlanandır. Cingiti samitlə bitir, bəli, tələffüzə baxırıq, ğı samiti ilə bitir, bu düzdür. 13-ə baxaq. Yəni bağlayıcı cümlənin ortasında işləmiş, özündən əvvəl vergül işarəsi qoyulmuşdur. Bu məlumata əsasən yəni bağlayıcı uşaqlar. Bu cümlə özünün əlavəsinə aiddir. Məsələn, dostumu, yəni əlini gördüm. Yəni burada əlavə olacaq. Yəni digərlərinə baxmışıq, cavab A variantı olur. Məqsəd zərfliyi işlənməmişdir. Qoca fikrini dağıtmaq üçün bağçaya indi. Nə məqsədə indi? Məqsədi var. Bu işlənib. Kədərini gizlətmək məqsədi ilə var məqsədi. Mən bunu məsləhət üçün, məsləhət məqsədi ilə, niyə, nə məqsədə deyirəm? Məqsəd naminə, nə məqsədə, niyə, nə məqsədə yaşamalıdır? Atıcı qaranlıqda qızıl quşu axtarmağı faydasız bilib bir göy qayanın dibində gecələdi. Yəni gecələyib nəticə var. Nə səbəbə? Yəni axtarmağı faydasız bildiyinə görə səbəbə. Niyə, nə səbəbə? Bu səbəb zərfliyi var burada. Məqsəd yoxdur. Ürəyinə dalmaq uşaqlar hiss etməkdir. Frazemdir. Bizdən sinonimini istəyir. Və biz də bilirik ki, frazemlərin sinonimi, antonimi frazem olmalıdır. O da baxıram ki, şübhələndi frazem deyil. Sonra burada gözüm səndən su içmir, şübhələnməkdir, bizə hiss etməyə lazımdır. Hiss etmək frazem olmaz, sadəcə ifadə elədiyi mənada. Zənn etmək frazem deyil. Cavab olacaq, dalağı sancmaq da frazemdir və hiss etmək mənasını verir. Ona görə cavab B-dir. Hansı cümlə özləri həmcinsdir? Bahar fəsli, yaz ayları gələndə süsənli, sümbüllü, lalalı dağlar. Necə dağlar? Süsənli, sümbüllü, lalalı. Təyinlərimiz konkret varımızdır. Təyin olan variantları saxlayırıq. Yoxsulu, ərbabı, şahı, gədanı. Kimi tutmaz bir-birindən aralı dağlar? Tamamlıqlar burada həmcinsdir. Bahar fəsli, yaz ayları gələndə. Nə zaman bahar fəsli, yaz ayları gələndə? Burada zərflikdir. Və bahar fəsli, yaz ayları feili birləşmənin aslı tərəfidir. Yəni ki, burada mübtədanın əlavəsi, daha doğrusu həmcinslik yoxdur. Sadəcə yalnız təyinlər və tamamlıqlar. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Həqiqətin məkanı birdir.
Amma bizim məkanlarımız fərqli olduğundan həqiqətdə aparan yollar da fərqlidir. Mübtədaların ifadə vasitəsi fərqlidir. Birdir nə həqiqətin məkanı, yollar fərqli. Aha, biri götürürük. Bu tərəfdə isə böyük həqiqətləri görə bilmək üçün qəlbin alışıb yanması, onun ətrafını nurlandırması tələb olunur. Burada mübtədaların ifadə vasitəsi eynidir. İsmi birləşmələrlə ifadə olunub. Ona görə bir yalnız buna gedəcək. Ortaq cəhət deyil. Bir olan variantlarımızı saxlayırıq. Sonra həmcins üzvü işlənmişdir. Birdir nə həqiqətin məkanı. Amma bizim məkanlarımız aparan yollar fərqlidir. Xeyr, burada həmcins üzvlər deyil, hərəsi ayrı-ayrı üzvlərə bağlıdır. Ona görə ikinci fikir səhvdir. 3-ə baxırıq. Sadə cümlədir. Böyük həqiqətləri görə bilmək üçün qəlbin alır. Aha, bu sadə cümlədir, düzdür. Bu isə mürəkkəb cümlədir. Ayrı-ayrı mübtəda xəbər var. 5-ə baxırıq. Zərfi feili birləşmələ ifadə olunmuşdur. Aha, niyə? Bizim məkanlarımız fərqli olduğundan fərqlidir yollar. Aha, niyə, nə səbəbə? Böyük həqiqətləri görə bilmək üçün bəli, nə məqsədə? Burada da hər biri söz birləşməsi ifadə olunub zərfliklər. Ona görə cavab olacaq bu. Və feili xəbərli işlənmişdir. Burada feili xəbər yoxdur. Burada feili xəbər var. Ortaq cəhət deyil. 1937-ci ilin qanlı repressiyası bir çox ziyalıları canı qədər sevdikləri vətəndən uzaqlaşdırdı. Uzaqlaşdırdı nə? 1937-ci ilin repressiyası. Kimi uzaqlaşdırdı? Ziyalıları. Nə qədər? Bir çox təyin. Nədən, hardan uzaqlaşdırdı? Nədən, haradan, vətəndən? Hansı vətəndən? Canı qədər sevdikləri. Burada da təyin olacaq. Deməli, mübtəda, təyin, tamamlıq, təyin, mübtəda, təyin, tamamlıq, təyin, zərfi xəbər. B variantı. Az sözün kökü azalmaq, azaltmaq, azaldılmaqmışdır qrammatik. Deməli, bu morfemi gördüyünüz sözün içərisində ayrı-ayrı leksik götürəcəksiniz. 3 dənə leksik, 2 dənə qrammatik. B variantı. Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə doğru uzanmağa başlamışdı. Morfoloji təhlili ilə bağlı. Morfoloji təhlil uşaqlar nitq hissəsi ilə bağlıdır. Deyir, sifətin sualına cavab verən isim işlənsə də, ismin sualına cavab verən sifət işləməmişdir. Günəş qızıl saçlarını, hansı saçların isimdir? Sifətin sualına cavab verir. Baxım görüm. Meşələrdən yavaş-yavaş toplayaraq, aha, ismin sualına cavab verən sifət yoxdur. Bu düzdür. Mənsubiyət şəkilçili söz ismin təsrih halındadır. Günəş qızıl saçlarını dərələrdən, aha, saç, saçlar, saçları, saçlarını, aha, düzdür. Sarı tərəf qoşmaların sinonim işlənmişdir. Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə doğru, qərbə sarı, qərbə tərəf, aha, bu da düzdür. Zərfin 2 məna növünə aid sözlər işlənmişdir. Dərələrdən, meşələrdən yavaş-yavaş bir zərfdir. Toplayaraq qərbə doğru uzanmağa yox. Burada zərf bircə dənə yavaş-yavaşdır. Bu dərələrdən, meşələrdən isimdir. Toplayaraq feili bağlamada, ona görə D səhvdir. Təsriflənən feil xəbər şəklində məlum növdədir. Başlanmışdı, başlamaq, başlanmışdı, zaman var, nəqlidir və məlum növdədir. Bu da düzdür. Cavab olacaq D variantı. Hansı cümlədə budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır? Yaddaş ona görə lazımdır ki, işıqda gördüklərini qaranlıqda sənə yol göstərsin. Bağlayıcı söz uşaqlar sual əvəzliyidir. Funksiyasını itirmiş sual əvəzliklərdir. Burada ki ilə bağlanıb. Yanlış fikri aydın ifadə etsən, o özünü təksib edəcək. Burada da mən sual əvəzliyi görmədim. Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən, həyatın məqsədi məhz budur. Burada da sual əvəzliyi görmədim. Zülmün topu var, gülləsi var, qəlpəsi varsa, haqqın da bükülməz, qolu dönməz üzü vardır. Sual əvəzliyi görmədim. Ədalət mülkündən kim üz çevirsə, burada kim bağlayıcı sözdür və sual funksiyasını itirib, budaq cümlədə işlənib, bağlayıcı rolunu oynayıb. Hansı cərgədəki feillərin heç birinin inkarı 2 yolla düzələ bilməz. İnkarımız bir mamədir, bir də deyildir. Baxıram, araşdırsın, araşdırmasın. Bunu sadəcə deyil olmayacaq, mamə olacaq. Getməlisən, getməməlisən, getməli deyilsən. İkisində də etdim burada. Hesablasa, hesablamasa, deyillə işlədə bilməyəcəm. Getdin, getmədin, deyil olmayacaq.
Apara, aparmaya deyil, olmayacaq. Ona görə B. Bağış, bunu hər ikisində olacaq, hər ikisində olacaq, hər ikisində olacaq. Ona görə cavab B-dir. Euler-Venn diaqramı sual işarəsinin yerinə yazıla biləcək fikirləri yüzlərlə və axırıncı. Yüz kökdür, lərlə leksikdir, axır kökdür, ıncı leksikdir. Deyir, saydan düzəlmişdir. Bu saydan düzəlib, bura aiddir, bir buna aiddir. Axır isimdir. Saydan düzəlməyib ki, ortaq cəhət deyil. Quruqca düzəltmədir. Bəli, hər ikisi düzəltmədir. Sifətin hansı sualına cavab da verə bilər. Bu, axırıncıya sıra sayına aiddir. Yəni, bura yazıla bilər. Qeyri-müəyyən miqdar sayıdır. Bu da buna aiddir. Özündən sonra gələn isimlər həm təkdə, həm də cəmdə işlənə bilər. Bəli, yüzlərlə adam, yüzlərlə adamlar. Axırıncı sıra, axırıncı sıralar. 5-i ortaq yaza bilərik. Mürəkkəb adların yazılışında səhvə yol verilmişdir. Deməli, əməkdar incəsənət xadimi Azərbaycan Milli Qəhrəmanı düz yazılıbdır. Azərbaycan Respublikasının Baş Naziri, bu da düz yazılıbdır. Azərbaycan Respublikasının Səhiyyə Naziri. Şuralar davam edirik. Hansı cümlələrdə əlavə cümlə üzvünə aid deyil? Bu hadisə yayda avqust ayında baş vermişdi. Deyir, cümlə əlavə var, amma cümlə üzvünə aid deyil. Nə zaman baş vermişdi yayda? Yəni, nə zaman avqust ayında? Burada var. Əlavə, zərfiyyə əlavəsi var. Onlar doğma yurda Şuşaya çatanda hava qaralırdı. Qaralırdı nə? Hava. Nə zaman qaralırdı? Yurda çatanda. Burada feili bağlama tərkibidir. Feili bağlama tərkibinin aslı tərəfin əlavəsi var. Deməli, bu deyil. Yəni, cavabımız budur. Cümlə əlavəsi yox, aslı tərəfin əlavəsi var. Orada ağacın kölgəsində toplaşan tələbələr müəllimin sevimli tələbələri idilər. Müəllimin tələbələri idilər. Kim tələbələr? Hansı tələbələr? Orada toplaşan. Burada orada toplaşan feili sifət tərkibidir. Orada da feili sifət tərkibinin aslı tərəfidir. Aslı tərəfin əlavəsi var. Cümlə özünün yox. Fikrim dənizə, Xəzərə yönəldi. Dənizə yönəldi, Xəzərə yönəldi. Burada yönlük halda zərflik var. Akifin fədakarlığı dillərə düşdü. Nə? Akifin fədakarlığı. Bu ismi birləşmədir. İsmi birləşmənin aslı tərəfinin əlavəsi var. 5-i də götürür, yəni cümlə üzvünün deyil. Mənsubiyyətə görə dəyişmədən ismi əvəz edə bilməyən əvəzliklər. Bəzi, bəzinin bəziyə olmaz. Bəzisi, bəzisinin, bəli olacaq. Hərənin hərəyə bu olar. Beləsi, beləsinin beləsinə. Mənsubiyyət qəbul edər, sonra hallanar. Bütün heç cür eləməz. Özüm, özümün özümə. Bu şəkildə. Bu kimin kimə, kimdə bu əvəz edə bilir. Mənsubiyyətsiz belə əvəz edir. Uyğunluğu müəyyən edəcəyik. Doğrudur, yanlışdır. Bulud axını birləşməsi aslı tərəfində kar samit işlənməmişdir. Bulud axını burada bılıdır. Bəli, çünki sait gəlib deyə d qalacaq yerində işlənməyibdir. 1-ə gedəcək A. Müəyyən şəxsi cümlə ismi xəbərli ola bilməz. Müəyyən şəxsi cümlə ismi xəbərli ola bilməz. Deyir, dostum həkimdir. Həkimdir kim? Dostum. Bu müəyyən şəxsidir, ismi xəbərli də oldu. 2-yə gedəcək B. Güləşmək feili birgəlik növdədir. Güləşmək. Birgəliyin şəkilsi ış üstü 4-dür və ş-dır. Deməli, burada səhv olacaq. Yəni ki, yanlışdır. B-C. Xitab feili birləşməli ifadə oluna bilər. Bəli, feili sifət tərkibi isimləşər. Məsələn, vətən uğrunda vuruşanlar. Sizə borcluyuq. Vətən uğrunda vuruşanlar feili sifət tərkibi, feili birləşmədir. Olacaq nəyimiz? Xitab vəzifəsində olan sözümüz. Cavab olacaq D. Belə uşaqlar, mətn hissəsinə baxmıram, çünki gələ ona mən diqqət tələb eləyir, oxumamışam. Qrammatikanı izah etdim, hər birinizə uğurlar.